Yoldaşlar, hər vaxtınız xeyir olsun. Gələk bugün çoxsaylı istəklərini nəzərə alaraq köməkçilik hissələrinin amonimliyi olan mövzuya biraz toxunaq. Şagirdlərin ən çox çətinlik çəkdiyi mövzulardan biri də köməkçilik hissələrinin amonimliyidir. Şagirdlər çünki orada müəyyən qədər şeylərin hər birini dəyişik salırlar və mən indi bu videoda çalışacağam ki, çalışdığım qədər sizə kömək olmağa çalışacağam. Deməli, birinci başlayaq nədən? Qədərdən. Qədər nə kimi işlənə bilir uşaqlar? 1. Qoşma kimi işlənə bilir. 2. İsim kimi işlənə bilir. Qoşma kimi işləndikdə nə olurdu? Qoşma kimi işləndikdə daha çox bir bənzətmə mənasını ifadə eləyirdi. Məsələn, tutaq ki, deyirəm ki, sən qədər oxumuram. Sən qədər oxumuram. Bu zaman nə olurdu? Bu zaman sən qədər oxumuram. Yəni ki, nədir? Bənzətmə mənasını ifadə edir. Bir də məsələn, məsafə mənasını ifadə edir. Tutaq ki, deyirəm ki, evə qədər getdim. Bu zaman nə olacaq? Qədər qoşma mövqeyində işlənəcək. Bir də qədər isim kimi işləndikdə uşaqlar alın yazısı, tarix mənasında ifadə edir. Məsələn, tutaq ki, deyirəm ki, qədəri bura qədər imiş. Bura qədər imiş. Bu zaman nə olacaq? Bu zaman deməli qədər sözü isim kimi işlənəcək. Daha sonra köməkçilik hissələrindən kimi sözünü, kimi sözdə uşaqlar 3 nitq hissəsi ola bilir. Hansı nitq hissəsi ola bilir? 1. Daha çox 2 nitq hissəsi ola bilir. 1. Əvəzlik olur. 2 ola bilir, qoşma olur. Amma 3 mövqedə işlənə bilir. Qoşma. Əvəzlik və qoşma kimi işləndikdə uşaqlar, bax bu kimi sözünün iki mənası qoşma kimi işlənir. Kimi sözünün iki mənası qoşma kimi işlənəcək. Bir qoşma deyirəm, əvəzlik kimi işlənəcək. Bir sual əvəzliyi olur. Sual əvəzliyi. 2 nə olur? 2 də qeyri-müəyyən əvəzlik olur. Məsələn, bax sual əvəzliyi mövqeyində işləndikdə uşaqlar, kimi sözü amonim ola bilmir. Niyə amonim ola bilmir? Çünki kimi deyirsən, tutaq ki, deyirəm ki, kimi çağırım. Çağırım. Burada bu zaman nə olacaq? Burada sual əvəzliyi olacaq. Kim sözün kökü olacaq və təsirli ya şəkildəsi olacaq. Və buna görə də bunun başlanğıc forması kim olduğu üçün ona görə də təsirli halda işlənəndə, yəni sual əvəzliyi mövqeyində işləndikdə bu zaman nə olmayacaq? Bu zaman amonim olmayacaq. Amma kimi əvəzliyi qeyri-müəyyən əvəzliyi olsa, tutaq ki, deyirəm ki, kim yazır, kimi oxuyurdu. Bu zaman nə olacaq? Qeyri-müəyyən əvəzliyi olacaq. Bir də kimi qoşması nə ola bilər? Kimi qoşması da həm qədər qoşması kimi həm məsafə mənası ifadə edə bilir. Məsələn, tutaq ki, evə kimi. Bu zaman nə olurdu? Evə kimi olanda evə qədər olan məsafəni ifadə eləyirdi. Bir də kimi qoşması nə ola bilərdi? Kimi qoşması bənzətmə mənasını ifadə eləyə bilər. Tutaq ki, deyirəm ki, sənin kimi oxumur. Bu zaman nə eləmir? Yəni bənzədir də. Tutaq ki, deyirəm ki, Lalə kimi oxumur. Bu zaman nə eləyir? Bənzədilir və bu mövqeydə də, yəni ki, bir qeyri-müəyyən əvəzlik mövqeyində, bir də qoşma mövqeyində olanda bu zaman bu nə olacaq? Bu zaman amonim əvəzlik kimi işlənəcək. Başa düşdünüz? Daha sonra tək sözü uşaqlar. Azərbaycan dilində bir tək sözüdür, bir də düz sözüdür. Bunlar 5 nitq hissəsi olaraq seçilən sözlərdir. Yəni ən çox nitq hissəsi olaraq seçilən sözlərdir. Tək sözün hansı nitq hissələri ola bilir? 1. İsim kimi işlənəcək. İsim. 2. Sifət kimi. 3. Zərf kimi. 4. Qoşma kimi. Bir də 5. Ədat kimi. Gəlin tapaq indi. Bax, isim kimi işləndikdə yerin təki mənasını ifadə edir. Yerin təki. Yəni, yerin o dibi mənasını ifadə edəcək. Bu zaman nə olacaq? İsim kimi işlənəcək. Sifət kimi işləndikdə, məsələn, tutaq ki, deyirəm ki, tək adam. Özündən sonra nə gəlir? Özündən sonra isim gəlir. Bu zaman nə olur? Hansı adam? Tək adam. Sifət mövqeyində işlənəcək. Və yaxud da deyirəm ki, zərf kimi işləndikdə tək getmək. Getmək. Necə hansı tərzə getmək? Tək getmək. Bu zaman nə olurdu? Tərzi hərəkət zərfliyi olurdu və bu zaman da zərf kimi işlənirdi. Qoşma kimi işləndikdə uşaqlar, yadınızda saxlayın ki, bir mənalı olaraq Azərbaycan dilində təkəcalı qoşmalar, bir dənə aid qoşması istisna olmaqla təkəcalı qoşmalar sözə bitişik yazılır. Bunu da tapmağın ən rahat yolu ondan ibarətdir ki, tək sözü hansı sözə ki, bitişik yazılır? Məsələn, tutaq ki, deyirəm ki, quş tək bitişik yaz. Quş tək uçur. Quş kimi uçur mənasını ifadə edir. Yəni bənzətmə qoşması mənasını ifadə edir və sözə bitişik yazılırsa bu zaman nə olacaq? Bu zaman qoşma kimi işlənəcək. Bir də deyirəm ki, tək ədat kimi işləndikdə deyirəm ki, tək səni istəyir. İstəyir və bunu da əgər yalnız sözü ilə əvəz eləyə bilirsənsə, yalnız səni istəyir, bircə səni istəyir mənasını ifadə eləyərsə, bu zaman nə olacaq? Tək sözü ədat mövqeyində işlənəcək. Daha sonra elə söhbət açılmışkən düz sözündə deyək, düz sözdə 5 nitq hissəsi kimi işlənir. Bax, bunların hər birini yazın, qeyd eləyin, bir növ əzbərləyin. Başa düşdünüz? Məsələn, tutaq ki, deyirəm ki, düz sözü işlənə bilər. 1. Düz sözü. 1. İsim kimi. 2. Sifət kimi. 3. Zərf kimi.
4 qoşma deyirəm, feil kimi, qoşma kimi işləmir bu. 5 nə kimi işlənir? Ədat kimi. Yenə ədat kimi işlənir. İsim kimi işləndikdə uşaqlar, tutaq ki, deyirəm ki, çölü, düzü gəzdim, gəldim. Yəni yaylaq mənasını ifadə eləyən söz mənasında. Çölü, düzü gəzdim, gəldim. Bu zaman nə olur? Bu zaman deməli isim kimi işlənir. Sifət kimi işləndikdə məsələn tutaq ki, deyirəm ki, düz insan. İnsan. Düz insan mənasını ifadə edirsə, yəni doğru mənasını ifadə edirsə, bu zaman nə olacaq? Bu zaman sifət kimi işlənəcək, özündən sonra da isim gələcək. Zərf kimi işləndikdə, məsələn, tutaq ki, deyirəm ki, düz danışmaq. Danışmaq. Bu zaman nə olacaq? Düz sözü özündən sonra feil gələcək və zərf kimi işlənəcək. Feil kimi, tutaq ki, deyirəm ki, kitabları düz. Bu zaman nə olacaq? Feil kimi işlənəcək. Bir də ədat kimi. Məsələn, tutaq ki, deyirəm ki, maşın düz yanımda dayandı. Yəni ki, maşın lap yaxınımda dayandı mənasını ifadə edir. Ən yaxınımda mənasını ifadə edəcək və bu zamanda nə olacaq? Ədat kimi işlənəcək. Daha sonra ca. Ca deməli uşaqlar. Canın özü 4 mövqedə işlənir. Canın özü 4 mövqedə işlənir. 1 qoşma kimi, 2 ca. Ədat kimi, 3 deməli, isim düzəldən şəkilçi kimi, isim düzəldən şəkilçi kimi, şəkilçi. 4, bir də nə olurdu? Zərf düzəldən şəkilçi kimi. Zərf düz şəkilçi. Aha, bax, qoşma kimi işləndikdə tutaq ki, deyirəm ki, uşaq Ləmanca oxumur. Buradan Ləmanı kiçik hərflə yazdıq. Ləman adlı bir şagirdimiz olsa deyir, oy müəllim, bizim adımızı niyə kiçiklə yazırsan? Yaxşı ilə. Ləmanca. Ləmanca oxumur. Oxumur. Aha, uşaq ləmanca oxumur mənasını ifadə elədikdə, yəni ləman qədər mənasını. Əgər canın yerinə qədərlə, baxımında ilə əvəz eləyirsənsə, o zaman nə olacaq? O zaman qoşma. Məsələn, tutaq ki, deyirəm ki, yol boyunca. Bu zaman yol boyu ilə və yaxud da deyirəm ki, xasiyyətcə bir-birindən fərqlənir. Xasiyyət baxımından bir-birindən fərqlənir. Yəni, canın yerinə sən, tutaq ki, qədər və yaxud da kimi və yaxud da ilə və yaxud da baxımından görə sözlərini qoya bilirsənsə, bu zaman nə olacaq? Bu zaman ca sözü ədat kimi işlənəcək. Qoşma kimi işlənəcək. Üzr istəyirəm. Mən də qocalmışam. Ədat kimi nə zaman işlənə bilər? Məsələn, tutaq ki, uşaqlar sakitcə, yavaşca. Mən sizin vaxtınız olanda ki, yavaşcanı bütövlükdə zərf götürürdüm və testlərə səhv çıxırdı. Siz də neyin? O səhvi təkrarlamayın. Bax, uşaqlar, deyirəm ki, sakitcə danışırdım. Burada sakit sözün kökü olur, cacə nə olur? Ədat olur. Yəni, lap sakit danışırdım. Yavaşca gəlirdi. Yəni, lap yavaş gəlirdi mənasını ifadə elədikdə, bu zaman nə olacaq? Ədat kimi işlənəcək. İsim düzəldən şəkilçi bir dənə söz var. Əyləncə mənasında. Əylən sözündən əyləncə. Tutaq ki, deyirəm ki, əyləncə yaxşı keçdi. Nə yaxşı keçdi? Əyləncə yaxşı keçdi. Bu zaman cacə nə olacaq? İsim düzəldən şəkilçi. Zərf düzəldən şəkilçi mövqeyində işləndikdə uşaqlar, rusca bu konkret sözlərə qoşulur da, dil mənasını ifadə edir. Ruscadır, ingiliscədir, bu kimi sözlərə. Buna uyğun sizə belə bir sual verə bilərlər. Tutaq ki, deyirəm ki, qoyun yazım. Məsələn, rusca bilmir. Bu sözün özü, bu cümlənin özü iki cür başa düşülə bilər. Tutaq ki, deyirəm ki, rusca bilmir, yəni rus dilini bilmir mənasını ifadə edir. Bu zaman rus sözün kökü olur, cacə nə olur? Leksik şəkilçi olacaq, yəni zərf düzəldən şəkilçi mənasında. Bir də rusca bilmir, yəni rus qədər bilmir. O filankəsə deyir, filankəs qədər bilmirsənmi, filankəscə bilmirsənmi? Yəni rusca bilmir. Hər hansı bir, tutaq ki, bir dənə rus deyək, tutaq ki, deyirək Vladimircə bilmir. Başa düşdün? Yəni Vladimir qədər bilmir mənasını ifadə edəcək. Buna da uyğun, məsələn, sizə hər hansı bir qəbulda mən olsam belə bir sual sala bilərəm. O dəqiqə gedib şagirdlərə ruscanı görür, gedib elə zərf düzəldən şəkilçi kimi götürəsdi və gedəsdi 5 bal, 3 bal beləcə gedəsdi. Başa düşdünüz? Aha. Can da məsələn qoşma kimi ifadə oluna bilər. Məsələn, tutaq ki, deyirəm ki, nə deyək? Deyək ki, qoşma kimi işləndikdə can. Məsələn, tutaq ki, deyirəm ki, bir can isim kimi işlənə bilər. Məsələn, insanın canı mənasını ifadə edə bilər. Bir də can nə kimi ifadə oluna bilər? Qoşma kimi istifadə oluna bilər. Məsələn, tutaq ki, deyirəm ki, evəcən. Can üstü 2 deyək də buna. Evəcən mənasını ifadə elədikdə, o zaman məsafə mənasını ifadə eləyən qoşmadır. Bu da sözə bitişik yazılan qoşmalardan biridir. Yəqin ki, ümidvaram bunların hər birini başa düşdünüz.
Daha sonra tərəf sözü. Tərəf sözü uşaqlar bir isim kimi işlənə bilir. Məsələn, tutaq ki, deyirəm ki, sağ tərəf. Sağ tərəf. Tərəfə, T-R-E-F gedirəm. Gedirəm. Bir də qoşma kimi ifadə olunur. Məsələn, sağa tərəf. Sağa tərəf. Əgər deməli, baxın, bax buna uyğun topluda da bir sual var və belə bir sual sala bilərlər. Tutaq ki, deyərlər ki, ikinci bax sağa tərəf mövzusunda sağa tərəf bu cümləni sənə verərlər. Tutaq ki, deyərlər ki, hansı cümlədə birinci tərəfin şəkilçisini ikinci tərəfə keçirdikdə, o zaman nə olur? İkinci tərəfə keçirdikdə demək, nitq hissəsinin sayında dəyişiklik baş verə bilər. Bax, sənə gətirib bunu verəcəklər. Çünki niyə? Bax, yadınızda saxlayın ki, tərəf sözü nəyə qoşulur? Tərəf sözü daha çox yönlü çallı olan sözlərə qoşulur da uşaqlar. Baxın, sağ tərəf sözündə isə sağ sözü nədir? Sağ sözü adlı qaldadır və tərəfə sözü bu zaman nə olur? Yönlü çalda olur. Aha. Amma sağa tərəf mövzusunda sağa nədir? Yönlü çaldı şəkilçisidir və buna yönlü çala qoşulan nədir? Tərəf qoşması olacaq. Başa düşdünüz? Sən avtomatik gətirib sağ tərəf, yəni ki, bunun A-sını gətirib buna qoyduqda bu zaman tərəf isim olacaq. Sağ sözü isə yenə də nə olacaq? Əsas nitq hissəsi mövqeyində işlənəcək. Başa düşdünüzmü? Okay. Daha sonra doğru sözü. Doğru sözü məsələn uşaqlar ola bilər bir qoşma kimi işlənə bilər. Məsələn tutaq ki, deyirəm ki, evə doğru. Bu zaman nə olur? A şəkilçisinə qoşulan doğru sözü deməli nə olacaq? Yönlü çal olacaq. Aha, yönlü çala qoşulmuş qoşma olacaq. Evə doğru, evə tərəf, evə sarı mənasını ifadə edəcək. Bir də sifət mövqeyində istifadə oluna bilər. Doğru danışmaq. Danışmaq. Aha, bu mövqeydə bu zaman nə olur? Zərf olacaq. Zərf. Bir də doğru insan. İnsan. Bu mövqeydə nə olacaq? Doğru sözündən sonra isim gələcək və bu zaman nə olacaq? Sifət olacaq. Başa düşdünüz? Aha. Və bu mövqeydə uşaqlar yadınızda saxlayın ki, doğrudur, azdır və yaxud da elə doğrudur, azdır və yaxud da çox sözü olsun və yaxud da yaxşı sözü olsun, yaxşı sözü. Bu sözlər sifət və zərf mövqeyində işləndikdə, bax nə deyirəm? Sifət və zərf mövqeyi ilə qarşılaşdıqda, yəni tutaq ki, deyirəm ki, bax doğru bir deyirəm ki, doğru danışmaq, bir də deyirəm ki, doğru insan. Yəni bu mövqeydə və yaxud da deyirəm ki, az adam, bir də az danışmaq. Yəni bax bu mövqeydə və yaxud da say və zərf mövqeyində, sifət və zərf mövqeyində işləndikdə, yəni bu sözlərin hər biri ayrı-ayrılıqda amonim sözdür. Amma sifət və zərf olduqda, yenə deyirəm, say və zərf olduqda, sifət və zərf olduqda, bir-biri ilə qarşılaşdıqda, yəni ki, bax doğru sözü normalda nədir? Köməkçi nitq hissəsi kimi işləndikdə amonim ola bilir. Başa düşdünüz? Köməkçi nitq hissəsi kimi işləndikdə. Amma sifət və zərf mövqeyində işləndikdə uşaqlar amonim ola bilmir. Yəni bir-biri ilə amonim ola bilmir. Buna səbəbi nədir? Buna səbəbi ondan ibarətdir ki, yadınızda saxlayın ki, amonimlər nəyə deyildi? Deməli, yazılışı və deyilişi eyni olan, ancaq mənaları fərqli olan sözlərə. Yəni, doğru sözü sifət və zərf mövqeyində işləndikdə və yaxud da az sözü zərf və say mövqeyində işləndikdə, çox sözü zərf və say mövqeyində işləndikdə və yaxud da yaxşı sözü sifət və zərf mövqeyində işləndikdə, onların mənaları fərqli olmur. Başa düşdünüz? Nə olmur? Mənaları fərqli olmur. Məsələn, tutaq ki, doğru insan bir də doğru danışmaq mənasını ifadə etdikdə, hər ikisinin bir növ o mənadan uzaqlaşmır da, hər ikisi düz mənasını ifadə eləyir. Ona görə də nə ola bilməz? Deməli, amonim ola bilməz. Amma doğru sözünün amonimliyi hardadır? Doğru sözün amonimliyi onun qoşma və sifət və yaxud da qoşma və zərf olması ilə bağlı olaraq bir sözdür. Başa düşdünüz? Amonimliyidir. Və yaxud da az sözünün amonimliyi nədir? Onun bir feil, məsələn, tutaq ki, deyirəm ki, meşədə azmaq və yaxud da say mövqeyində tutaq ki, adam mənasını ifadə edirsə. Yəni, feillə olduğu müddətdə o amonim ola bilər. Və yaxud da çox sözü, tutaq ki, ədat mövqeyində işləndikdə, bir də say və yaxud da zərf mövqeyində işləndikdə amonim ola bilər. Başa düşdünüz? Okay. Daha sonra
Aha, qarşı sözü. Qarşı sözü tutaq ki, deyirəm ki, bir qarşı tərəf. Qarşı tərəf mövqeyində bu zaman hansı tərəf olur? Qarşı tərəf. Və yaxud da tutaq ki, deyirəm ki, qarşı, yəni zərf mövqeyində istifadə oluna bilər və yaxud da sifət mövqeyində istifadə oluna bilər. Bir də tutaq ki, deyirəm ki, sənə qarşı hisslərim. Aha, sənə qarşı hisslərim doğrudur mənasında bu zaman A yönlü çağırış şəkilsinə qoşulacaq və bu zaman da qoşma mövqeyində işlənəcək. Understand? Yes. Daha sonra sarı sözü. Sarı sözü 3 nitq hissəsi ola bilər. Məsələn, tutaq ki, deyirəm ki, yaramı sarı və yaxud da deyirəm ki, gəl mənə sarı. Bir də deyirəm ki, sarı köynəyi sarı. Köynəyi sarı, yaramı sarı, gəl mənə sarı. Bax, yaramı sarı mənasını ifadə elədikdə nə olur? Niyet sarı feil olacaq. Mənə sarı mənasını ifadə etdikdə o zaman nə olacaq? Yönlü çal şəkilçisinə qoşulmuş sarı, deməli qoşma olacaq. Bir də köynəyi sarı, yəni köynəyi sarı, qırmızı mənasında da bu zaman nə olacaq? Sifət olacaq. Burada elə bir problemli məqam yoxdur. Kapiş? Daha sonra sözü var. Sonra sözü zərf mövqeyində istifadə oluna bilər. Məsələn, tutaq ki, deyirəm ki, sonra gələrəm. Nə zaman gələrəm? Sonra gələrəm. Və yaxud da əvvəl sözü də elə bunun kimidir. Əvvəl sözü də bunun kimidir. Və yaxud da deyirəm ki, əvvəl gələrəm. Bu zaman nə olacaq? Zərf mövqeyində, zaman zərfi mövqeyində işlənəcək. Bir də tutaq ki, deyirəm ki, səndən sonra üzüm gülmədi. Səndən sonra üzüm gülmədi, dandan şəkilçisinə qoşulub və yaxud da səndən əvvəl üzüm gülmədi. Bu zaman dandan şəkilçisinə qoşulur, çıxışlıq A şəkilçisinə qoşulacaq və bu zaman da bu nə olacaq? Qoşma mövqeyində işlənəcək. İşlənsin də nə deyirik? Daha sonra qabaq sözü. Qabaq sözü isim kimi işlənə bilər. Məsələn, bir qabaq. Balqabaq var ilk, o mənanı ifadə edə bilər. Balqabaq kimi. Daha sonra qabaq sifət. Deyirəm ki, tutaq ki, qabaq cərgə. Hansı cərgə? Qabaq cərgə. Və yaxud da zərf kimi, tutaq ki, deyirəm ki, qabaqda getmək. Bu zaman nə olacaq? Zərf kimi istifadə olunacaq. Bir də qoşma. Tutaq ki, deyirəm ki, səndən qabaq gəlmişdi. Səndən qabaq gəlmişdi. Burada da nə olacaq? Dandənə qoşulub çıxışlıq A şəkilçisinə və deməli amonim kimi, deməli zərf kimi, qoşma kimi işlənəcək və bu da amonimlik olacaq. Daha sonra bəri sözü uşaqlar. Baş deyirəm ki, bəri gəl. Bəri gəl. Bu rəngi də dəyişək. İçimiz qaraldı rəsmən. Bəri gəl. Bu zaman nə olacaq? Bəri gəl mənasını ifadə elədikdə nə olacaq? Zərf kimi istifadə olunacaq. Bir də tutaq ki, deyirəm ki, 2000-ci ildən bəri mənasını ifadə etdikdə, yəni bir növ zaman mənasını ifadə etdikdə bəri sözü o zaman nə olacaq? Qoşma olacaq. Başa düşdünüz? Deməli, bəri sözü zaman mənasını ifadə eləyirsə, o zaman nə olacaq? Qoşma olacaq. Yer mənasını ifadə eləyirsə, bu zaman nə olacaq? Yer zərfi olacaq. Başa düşdünüz? Üzr istəyirəm. Daha sonra başqa sözü. Başqa sözü bir deyirəm ki, səndən başqası gəlməsin. Səndən başqası gəlməsin deyəndə dandan şəkilçisinə qoşulubdur. Bu zaman nə olacaq? Bir növ istisna mənasını ifadə eləyir. Aha, bu zaman nə olacaq? Bu zaman qoşma olacaq. Bir də deyirəm ki, başqa adam gəldi. Başqa adam gəldi mənasını ifadə eləsə, bu zaman nə olacaq? Sifət. Başqa adam gəldi. Hansı adam gəldi? Başqa adam gəldi. Daha sonra ayrı sözü. Ayrı. Məsələn, tutaq ki, deyirəm ki, səndən ayrı. Bu zaman nə olacaq? Qoşma olacaq. Dandan şəkilçisinə qoşulubdur. Ayrı sözü tutaq ki, deyirəm ki, ayrı gəlmişdi.
Bu zaman nə olacaq? Zərf olacaq. Və yaxud da deyirəm ki, ayrı adam. Bu zaman nə olacaq? Sifət mövqeyində işlənən söz olacaq. Başa düşdünüzmü? Daha sonra əsasən. Əsasən qoşma kimi işlənə bilər. Bir də modal söz ola bilər. Məsələn, tutaq ki, deyirəm ki, kitaba əsasən. Tutaq ki, kitaba əsasən danışır. Yəni bir növ istinad mənasını ifadə eləyirsə və yaxud da deyirəm ki, tutaq ki, Ləmana əsasən danışır və yaxud da ad deyək də, Saraya əsasən danışır. Bu zaman nə olacaq? Bu zaman deməli qoşma kimi işlənəcək. Qoşma. Bir də tutaq ki, deyirəm ki, əsasən düz danışır. Və yaxud da deyirəm ki, əsasən nə deyək? Əsasən səndən ayrı gəlmir. Yəni mütəmadi mənasını ifadə edir. O zaman nə olur? Qoşma modal söz mənasını ifadə edəcək. Başa düşdünüzmü? Daha sonra ilə sözü. İlənin qısaldılmış forması ilə, la, üstü 2-dir. Məsələn, tutaq ki, 1 işlənə bilər nə kimi? Bağlayıcı kimi işlənsə, bağlayıcı, 2 işlənə bilər qoşma kimi işlənsə, qoşma. Bağlayıcı kimi nə zaman işlənir uşaqlar? Bağlayıcı kimi işləndikdə əsasən və ilə əvəz eləyə bilirsən. Qoşma kimi işləndikdə də bir növ vasitə mənasını ifadə edir. Bir də zərf düzəldən şəkilçi kimi istifadə oluna bilər. Yadınızda saxlayın ki, zərf düzəldən şəkilçi mənasını ifadə eləsə, məsələn, tutaq ki, deyirəm ki, cəsarətlə danışır. Cəsarətlə danışır mənasını ifadə etdikdə, bu zaman nə olacaq? Bu zaman deməli hansı tərzdə danışır? Cəsarətlə. Yəni zərf düzəldən şəkilçi mənasını ifadə edir. Məsələn, amma telefonla danışır desə, telefonla danışır deyəndə telefonla bir növ vasitə anlayışını ifadə edir. Yəni telefon vasitəsilə danışır. Bunu belə bir dilçilər belə yozur ki, əgər bax qoşma nə hərfi ilə başlayır? Q hərfi ilə. Əgər konkret isimlərə qoşulursa, bax görürsüz telefon sözü nədir? Konkret isimdir da. Konkret isimlərə qoşulursa, Q-nın qarşılığı nədir? K. Konkret isimlərə qoşulursa, o zaman nə olacaq? Qoşma kimi işləyəcək. Belə yadda saxlayın. Əgər mücərrəd isimlərə qoşulursa, o zaman nə olacaq? Zərf düzəldən şəkilçi. Bax cəsarət sözü görürsüz mücərrəd isimdir da. O zaman nə olacaq? Zərf düzəldən şəkilçi. Və yaxud da deyirəm ki, tutaq ki, deyirəm ki, Emin və yaxud da Anar deyək də, Anar ilə Akif gəldilər. Bu zaman Anar ilə Akif gəldilər, Anar və Akif gəldilər deyirsən və bu zaman nə olur? Söhbət bağlayıcı deyirsən, söhbəti də bağlayırsan, qutarıb çıxıb gedir. Əlavə sözü bir qoşma kimi ifadə oluna bilər. Məsələn, tutaq ki, deyirəm ki, səndən əlavə adam gəlməsin. Bu zaman nə olacaq? Səndən əlavə adam gəlməsin deyəndə, bu zaman yönlü çıxışlı hala qoşulmuş, nə olacaq? Qoşma olacaq. Bir də tutaq ki, deyirəm ki, əlavə isim kimi işlənə bilər bu söz. Məsələn, tutaq ki, əlavə cümlə üzvü. Məsələn, əlavə var, Azərbaycan dilinin 9-cu sinifdə keçəcəyik. Məsələn, tutaq ki, əlavə nədir? Əlavə. Hər hansı bir əlavəli cümlə. Yəni, Azərbaycan dilində olan bir termin kimi istifadə oluna bilər. Bir də sifət mənasını. Tutaq ki, deyirəm ki, əlavə adam gəldi. Hansı adam gəldi? Əlavə adam gəldi. Necə adam gəldi? Əlavə adam gəldi. Bu zaman nə olacaq? Sifət kimi işlənəcək. Hətta sözü uşaqlar. Hətta sözü həm ədat kimi istifadə oluna bilər, həm də bağlayıcı kimi istifadə olunur. Mənə görə bu çox yersiz bir şeydir. Elə həttanı elə bağlayıcı kimi, əlavə kimi, ədat kimi götürmək lazımdır, çıxsın getsin. Amma yenə də ağa deyir sür dəriyə, demək sürmək lazımdır dəriyə. Bax belə bir şey yadda saxlayın ki, birinci qayda nədir? Birinci qayda hətta daha çox cümlənin əvvəlində gələrsə, bax belə yadda saxlayın. Hətta daha çox cümlənin əvvəlində gələrsə, bu zaman nə olur? Ədat olur. Məsələn, tutaq ki, deyirəm ki, tutaq ki, gecə gəldi. Hətta gecə gəldi. Mənasını ifadə eləsə, hətta ilə cümlə başlayırsa, bu zaman sən bunu nə götürürsən? Ədat kimi götürürsən. Bir də, bax belə yadda saxlayın. Əgər sadalanma olarsa, sadalanmanın içərisində hətta görürsənsə, sən onu bir əlini qoyursan ürəyinin başına, götürürsən nə kimi? Bağlayıcı kimi. Məsələn, tutaq ki, deyirəm ki, alma, heyva, hətta nar gətirdilər.
gətirdilər. Bir növ nədir? Hətta iştirak bağlayıcısı da. Bax, almanı da gətiriblər, heyvanı da gətiriblər. Hətta bunun içində iştirak olaraq nə gətiriblər? Narı da gətiriblər. Başa düşdünüz? Amma sadalamanın içərisində yoxdursa, bu zaman nə kimi götürəcəksən? Bu zaman ədat kimi götürəcəksən və söhbəti bağlayacaqsan, qutarıb gedəcək. Daha sonra uşaqlar, ancaq sözü. Ancaq sözü bir qoşma deyiləm, bir ədat kimi işlənə bilər. Ədat, bir də istifadə oluna bilər bağlayıcı kimi. Yadınıza saxlayın ki, ancaq sözünü yalnız sözü ilə əvəz eləyə bilirsənsə, məsələn, tutaq ki, deyirəm ki, ancaq tutaq ki, Gülanə gəlsin. Bu zaman ancaq Gülanə gəlsin mənasını ifadə edilsə, yalnız Gülanə gəlsin. Yalnız Gülanə. Gülanə gəlsin. Yalnız. Bax, yalnızla əvəz eləyə bilirsənsə, bu zaman nə olacaq? Ədat olacaq. Amma lakinlə əvəz eləyə bilirsənsə, tutaq ki, deyirəm ki, mən gəldim, ancaq Gülanə gəlmədi. Bu zaman mən gəldim, bax, bu cümləni də sən iki cür başa düşə bilərsən. Mən gəldim, ancaq Gülanə gəlmədi mənasını ifadə eləsə, bax, mən gəldim, amma Gülanə gəlmədi. Yəni yerinə ammanı qoyursansa, bax, ancaq Gülanə gəlsin, amma Gülanə gəlsin deyə bilmirsən və yaxud da lakin Gülanə gəlsin deyə bilmirsən. Mən gəldim, amma Gülanə gəlmədi mənasını ifadə eləyirsə, bu zaman nə olacaq? Bu zaman deməli bağlayıcı kimi işlənəcək. Yəni mən gəldim, lakin Gülanə gəlmədi. Bir də deyirəm, mən gəldim, ancaq Gülanə gəlmədi. Mən gəldim, ancaq yalnız Gülanə gəlmədi mənasını ifadə eləyirsə, bu cümlədə iki başlı cümlə olaraq tarixə düşür. Daha sonra iki uşaqlar bir sifət düzəldən şəkilçi kimi işlənə bilər. Tutaq ki, deyirəm ki, daha çox sifət düzəldən şəkilçi işləndikdə zaman mənalı sözlərə qoşulur. Tutaq ki, deyirəm ki, dünənki. Dünənki sözündə görürsən zaman zərfinə qoşulubdur və sən bunu nə götürəcəksən? Sifət düzəldən şəkilçi kimi istifadə olunur. Dünənki sözü zərf deyil, bugünkü sözü zərf deyil. Bu sadəcə zaman zərfinə düzələn, yəni zərfdən düzələn sifət. Başa düşdünüz? Okay. Daha sonra ki şəkilçisi isim düzəldən şəkilçi mövqeyində işlənə bilər. Məsələn, tutaq ki, deyirəm ki, mənimki və yaxud da səninki yiyəli kar şəkilçisinə qoşulub. Ki işləndikdə bu zaman nə olacaq? İsim düzəldən şəkilçisi. Tutaq ki, deyirəm ki, mənimki daha yaxşıdır. Bax, bu zaman isim olur. Başa düşdünüz? Okay. Bir də ki şəkilçisi istifadə oluna bilər ədat kimi. Ədat. Nə zaman ədat kimi istifadə oluna bilir? Bax, yadınızda saxlayın ki, uşaqlar, ki şəkilçisi bağlayıcı kimi işləndikdə xəbərdən sonra işlənir. Amma ədat kimi işləndikdə xəbərdə gəlmir. Və məsələn, tutaq ki, deyirəm, üzr istəyirəm.